Hər kəsə salam. Araş şirkətinin sponsorluğu ilə Dərindən Söhbətlər podkastının növbəti verilişi ilə qarşınızdayıq. May ayı melanoma ilə mübarizə ayıdır. Bildiyiniz kimi bu xəstəlik çox təhlükəlidir və risklidir. Amma çox insan bu haqqda o qədər də məlumatlı deyil. Bu mövzunu işıqlandırmaq üçün bugünkü qonağımız Milli Onkologiya Mərkəzinin dermatoloq-onkoloqu Günel Əsədovadır. Xoş gəlmisiniz Günel xanım. Salam. İlk öncə gəlin sizi tanıyaq. Mən Əsədova Günel, Milli Onkologiya Mərkəzində 2007-ci ildən dermato-onkoloq vəzifəsində çalışıram və tək dermatologiya ilə deyil, onkologiyada erkən diaqnostika, melanomanın aşkarlanması və dəri xərçənginin erkən diaqnostikası və müalicəsi ilə məşğul oluram. Bildiyimiz qədərilə melanoma dəri xərçəngidir, amma dəri xərçənginin yeganə növü deyil. Fərqli-fərqli növləri var. Bəs melanomanın o biri növləri ilə fərqi nədir və təhlükəsi və riski nədir? Melanoma ümumiyyətcə dəri xərçəngləri içində ən aqressiv xərçəng şişidir. Melanoma tək olduğu yerdə deyil, digər xərçəng növlərindən fərqi odur ki, çox sürətli metastaz verir, yəni çox sürətli limfa düyünlərinə, digər orqanlara yayılır və vaxtında aşkar olunmadıqda melanomadan biz xəstələri itiririk. Ona görə xərçənglərin içində ən təhlükəli, ən aqressiv yayılan forma melanomadır. Melanomadan başqa dəri xərçəngi siz düz dediniz, növləri var. Bazaliomalar deyirlər, ona squamous cell karsinomalar deyirlər. Melanosit isə melanomadır. Bu üç dəri xərçənginin içində ən aqressivi melanoma sayılır. Və deyilənə görə son 50 ildə melanoma xəstəliyi daha da artıb. Bəs bunun artmasının səbəbi nədir? Təsir edən faktorlar hansıdır? Son illərdə statistikaya baxanda biz görürük ki, melanoma həddindən artıq çox artmış. Melanoma tək yaşlılarda deyil, qadınlarda, kişilərdə, cavan yaşlarda, uşaqlarda belə rast gəlinir. Bunun statistikaya əsaslanaraq deyə bilərik ki, son dövrlərdə insanlar aşırı bronzlaşır. İnsanlar salərlərdən çox istifadə edirlər. Yəni bunu gözəlləyib bilirlər. Bununla bağlı heç bir maarifləndirmə proqramı demək olar ki, yoxdur. Son trend deyək buna. Son dövrlərdə qara dərili olma, bronzlaşmaq bir trenddir. Buna görə də günəş faktoru, birinci onun etioloji faktoru günəş faktoru olduğundan görə son dövrlərdə artımı əlaqələndirirlər bronzlaşma ilə. Amma bir şey demək istəyirəm ki, bütün izləyicilərimizi, bütün xəstələr deməyib, bütün izləyicilərimizə ona demək istəyirəm ki, dəri əgər günəş işığından qaralırsa, o dərinin sos reaksiyasıdır. Yəni dəri qıcıqlanır, qaralır və o demək istəyir ki, məni belə yandırma. O özünün üstünün qara rəng təbəqə ilə bağlayır ki, məni yandırmır. Yəni dərinin qaralmağı o qədər də gözəl bir şey deyil. Bəs bronzlaşmadan danışmışkən, onda belə çıxır ki, açıq dərili insanlar daha az risk altındadır, yoxsa bu sadəcə mifdir? Tərsinə, açıq dərili insanlarda və açıq göz rəngi olan insanlar böyük risk altındadır. Çünki onların günəşdən yanma dərəcəsi demək olar ki, biz dərinin tiplərinə uyğun seçirik. Üçüncü, dördüncü tip dərilərdən daha risklidir. Ağ dərili, rəngli gözlü insanlar melanoma yoluxma ehtimalları yüksəkdir. Niyə? Çünki onların melanin bazası, melanin toplanması zəif olduğundan onların bədənində olan hər hansı bir xal, hər hansı bir zədələnmə gələcəkdə melanoma riskini artırır. Amma bu o demək deyil ki, qara dərililərin melanoması yoxdur. Qara dərililərdə digər faktorlardan melanoma olur. Ağ dərililər çox ehtiyatlı olmalıdırlar günəşdə. Bəs melanoma hansı nahiyələrdə daha çox rast gəlinir? Ən çox rast gəlinir qadınlarda ayaqda, çanaqda, yuxarı ətrafda, kişilərdə beldə, qarında, kürəkdə. Axır dövrlərdə ən çox rast gəlinən forması dırnaqlardadır, ayaq altındadır, əlin ovuc səthindədir. Ən çox travma alan yerlər demək olar ki, ən çox travmatik nahiyələrdə melanomanın əmələ gəlmə riski var. Doktor, bəs sizcə bizim ölkədə insanlar öz dərilərinə qarşı nə dərəcədə diqqətlidir? Məsələn, elə insanlar var ki, bədənində necə, harda, yəni nə xal var bilmir və hansı xal və ya dəri dəyişikliyi bizi narahat etməlidir? İlk öncə onu deyim ki, hər bir insan özünün, dəri belə bir orqandır ki, dərini insan özü müayinə edib aşkarlaya bilər. Gün ərzində 30 saniyə vaxt ayırıb, gün ərzində biraz diqqətli olmaq həyat qurtarar. Yəni bir xalı aşkarlamaq və xalın böyümə intensivliyinə baxmaq, rəngini dəyişməyini görmək insanın özü öz gözləri ilə görə biləcək bir şeydir. Və buna görə də ilk müayinəni xəstələr
özləri evdə eləməlidir. Xəstələr yox, hər bir insan deyərdim. Azərbaycanda dəri tipi belədir ki, əslində ağdərililər çox azdır. Ağdərili, açıq gözlü Azərbaycan populyasiyasında demək olar ki, azlıq təşkil eləyir. Amma son illərdə melanoma artımı Azərbaycanda çox kritik vəziyyətə gəlib. Məsəl üçün, əvvəllər mən deyərdim, ildə 2 dənə, 3 dənə melanomalı xəstə olurdusa, indi o statistika həftəyə 2 dənədir. Yəni, bu dünya standartlarına baxanda, statistikanı nəzərə alanda çox böyük bir rəqəmdir. Çünki melanoma ciddi bir xərçəng. Bəs xallar nə zaman təhlükəli sayılır və melanoma diaqnozu qoyulan xallardan adi xalların fərqi nədir? Melanoma diaqnozunu artıq qoyur dermato-onkoloq. Dermatoloqlar baxır, şübhələnir və bunu diaqnozu üçün yönləndirirlər dermato-onkologiyaya. Son dövrlərdə xəstələrin çox sizə deyim, təzə pokoleniya uşaqlarıdır. Yəni yeni nəsil uşaqlar çox bu internetlə maraqlanırlar, çox fikir verirlər. Hətta bir xalı zədələnən kimi o panikaya düşürlər, həkim axtarırlar belə. Hər xal zədələnəndə melanomaya keçməz. Melanomanın özünün əvvəldən bir binövrəsi olur. Hər bir xalın zədələnmə ehtimalı varsa, onun birinci melanoma olma riskini gözə almalıyıq ki, melanoma deyilsə, bu xalı ya nəzarətdə saxlayırıq, ya da ki, həmin xalı oradan götürmək məsləhətdir. Yəni, melanoma erkən aşkarlanan zaman demək olar ki, %100 müalicə olunur. Bəs sonradan yaranan xallar daha təhlükəlidir, yoxsa da anadan gəlmə olan xallar? Bunların heç bir belə bir ədəbiyyatda statistikası yoxdur. Anadan gəlmə xallarında təhlükəli olma ehtimalı var. Bunlara hətta elmi dildə deyirlər konjenital nevuslar. Bu nevuslar anadan gəlmə olur və illər keçdikcə onun zədələnmə faktoru varsa, travmatik faktor varsa, orada olan melanotitlərin dəyişmə ehtimalı yüksəlir. Sonradan əmələ gələn xallardan da melanoma ola bilər. Amma sonradan əmələ gələn xalın harda olduğu, neçə vaxt əmələ gəldiyi və dəyişilməsi. Yəni, onun qaydası var. Biz pasientlərə onu başa salırıq ki, evdə ən önəmlisi anamnezində melanomalı xəstə varsa, bu önəmli faktordur. Çoxlu xalları varsa, ağdərilidirsə, daimi günəşlənirsə, bu pasientlərə bizim evdə özlərinin müayinəsi ayda bir dəfə müayinə etməkləri, özlərini müayinə eləməkləri məsləhət görülür. Bugünə qədər çox eşitmişik ki, məsələn, xalı qaşımaq olmaz, xalı dəymək olmaz, lazer vurmaq olmaz. Bəs bunun bir elmi açıqlaması varmı? Yəni, bunlar da melanomaya çevrilə bilər, yoxsa %100 çevriləcək deyə bir şey yoxdur. Amma bir xal travma alırsa, artıq o diqqətdə olmalı xaldır. Xal travmatik olursa, indi lazerlər çox yayılıb. Lazerə gedəndə xalı yandırırlar. Sonradan bir panikaya düşürlər ki, ay mənim xalım yandı, belə bir şey oldu. Çox vaxt baxırsan, həmin xalın ancaq pigmenti pozulub. Amma bu o demək deyil ki, bu gələcəkdə bir problem çıxardacaq, yoxsa yox. Çünki bunlar özlərini necə aparacaq, necə davranacağını biz bilmirik. Bunlar toplanmış melanotitlərdir. Toplanmış melanotitlərin, baxın, insanın idarə edən funksiyaları var. İnsanı idarə edən bədənlə olan hüceyrə quruluşu var. Bu xallar dediyimiz belə bir hüceyrə quruluşudur ki, həmin o pigmentlərdə nə səbəbdən, necə olursa bunlar çıxır sisteminə. Yəni, əslində melanin normal bir dəfəmlik paylanmalıdır. Bunların toplusu bir xal yaradır. O xal da bədənin heç bir sistemini idarə edən sistemdə deyil. Yəni, bunlar idarə etmədən çıxmış, demək olar ki, o deyir, məsəl üçün, pozğun uşaqlarda elə bil ki, yoxdur bunların. İdarə edən orqanizm bunu idarə eləmir ki, məsəl üçün, başa düşsün ki, bu pisdir, bu mikrobdur, bunu bədənimizdən ataq, ona görə bunu görmür. Bizim onunla bağlı mübarizə sistemimiz yoxdur. Xallarla bədən özü mübarizə aparmadığına görə bunlar təhlükə yaratma ehtimalları yüksəlir. Xallar ona görə bir yerdə toplanır. Ola bilsin ki, insan illər boyu yaşayır o xalla, o xal onu heç nə incitmir, nə melanomaya çevrilmir, adi xallardır. Məsəl üçün, pasientlər gəlir, deyir ki, nə oldu? İndi oldu xal modda, əvvəl elə heç belə bir şeylər yox idi. İndi hər şey dəyişib. İndi günəş şüaları dəyişib, indi ultrafiolet şüalarının təsiri dəyişib, indi proseduralar çoxalıb. Məsəl üçün, əvvəllər lazerə getmək deyilən bir şey yox idi. İndi demək olar ki, 30% 15 yaşlı uşaqların hamısını lazerə gedirlər. Və o xallar o qədər kiçik olur ki, lazer şüası onu zədələyir. O zədələyəndə çox vaxt o xal itir.
O xal itir o demək deyil ki, o xal yoxa çıxır. Ən yaxşı vəziyyətdə o xal özü yoxa çıxır. Amma ən pis vəziyyətdə o düşür derman qatına və illər sonra problem çıxartma ehtimalı yüksəkdir. Ona görə xalın ən birinci bizim dediyimiz odur ki, xala əl vurulmasın. Xala travma vermək olmaz. Xallarımız var, xallarımızı qorumaq lazımdır. Günəşdən, travmadan, əlavə təsirlərdən, bunların ən önəmlisi xallar üçün budur. Bəzən sosial şəbəkələrdə qarşımıza xal silmə, lazerlə xal götürülmə, ev şəraitində xal yandırma kimi bir şeylər çıxırdı. Bunlar nə qədər təhlükəlidir? Mənim demək olar ki, bu işdə ən qorxduğum bax budur. Ən qorxduğum niyə deyirəm? Çünki o sosial şəbəkələrin indiki o qədər o deyir insanın şuuraltısında oturur ki, demək olar ki, əvvəllər insanın xalı var idi, dururdu vəsə. Heç kim bu xalla o qədər də türklərin sözü olmasın uğraşmırdı. İndi bir xalın başına bir oyunlar açılır. Bilirsiniz təhlükəsi nədir? Xalın diaqnozunu qoymaq lazımdır. Əgər normal xaldırsa, bildiyimiz bir xaldırsa, onu yandıra bilərsən. Ən pis halda çox kobud bir çabuk qalacaq. Amma siz təsəvvür edin ki, o xal melanomadır və siz onu görmürsünüz bilmədən və o xal yandırılır. O xal yandırılması artıq təhlükədir. Həmin yerdə çapıq toxumu əmələ gəlir. Həmin o melanosit dediyim hüceyrələr, melanoma hüceyrələri ötürülür qan sisteminə və xəstə bir müddətdən sonra gəlir. Məsəl üçün limfa düyünləri şişmiş və limfa düyünlərinin müayinə zamanı aşkarlanır ki, bu artıq melanoma metastazıdır. Burada nəyi pisdir? Biz melanomanın ilkin mənbəyi bilmirik hardadır. İlkin mənbə bilmədiyinə görə artıq bu xəstələr gedir 3-cü, 4-cü mərhələ metastatik xərçənglər. Bunların müalicəsi də çətindir, maddi cəhətdən çox çətindir müalicə, mənəvi cəhətdən çox çətindir. İnsanlar bundan ölür. Adi evdə bildiyimiz, qonşunun ona dediyi, mən yandırmışam, sən də yandır dediyi xallarla. Məsəl üçün, mənim elə 3 xəstəm olub. Üçü də çox cavan olub. Üçü də hal-hazırda demək olar ki, həyatda yoxdular. Birinə qonşu məsləhət görmüşdü, o birisinə nənəsi demişdi ki, nə var burada, gəl bir asan bir şeydir. O birisi də salonda, bildiyimiz salonda deyiblər, ay bu nə eybəcərdir burada durub sənin üçün. Fakt deyilir də ki, eybəcərdir. Yəni bir normal bir şey də deyil. Yəni prosesin başlanmasında belə özləri deyirlər bu yaxşı bir şeydir. Amma elə bir şey eləmişdilər ki, heç geri dönülən bir proses olmadı. Sonradan peşmançılıq da oldu, sonradan çox böyük problemlər də çıxdı, amma biraz faydasız idi o problemlər. Onda bir şey soruşum. Məsələn, indi pasiyent bilmədi, yandırdı xalını. Bu təhlükə nə qədər müddət sonra bilinir? Yəni anında mı bilmək olur? Yəni hər hansı fəsadlar mı olur, yoxsa necə? Anında bilmək çox gözəl bir şeydir. Yəni o insanın, xəstənin həyatını qurtaracaq ilk addım olardı. Anında bildi, okey, gəldi, təkrar həmin yer geniş kəsilib götürüldü. Bütün orqanlara baxıldı. Lazım olsa sentinel limfa düyünü deyirlər. Limfa düyünləri, ona uyğun olan limfa düyünləri də kəsildi, götürüldü. Demək olar ki, xəstənin həyatı qurtarıldı. Amma xal kəsilir, xəstə gedir. Bir müddətdən sonra qolun altı şiş. Məsəl üçün çiynində xalı götürüb, bir müddətdən sonra bilmir, niyəsə qolun altında şiş var və o qolun altında şişlə gələndə artıq melanoma metastazı olur. Və yaxud da xal götürülür, bir müddətdən sonra, 1-2 aydan sonra xal başlayır həmin yerdən təkrar çıxmağa. O təkrar çıxanda yenə gedir həmin həkimə yəni. Həkim dediyimiz, mən inanmıram ki, bunu həkimlər eləyir. Bunlar adətən salonlarda olunan bir proseduraların nəticəsi fəsadları yüksək olur. Və ona təkrar gedirlər, deyirlər, çıxdı, heç nə olmaz, bir də yandırırlar. Yəni bir səhvin üstünə ikinci səhv olunur. Hər dəfə də o yandırıldıqca o pigment ötürülür aşağı təbəqələrə. Dərinin üst təbəqəsində bir problem olanda o problem çox asanlıqla həll olunur. O artıq aşağı təbəqələrə gedəndə, qan damar sisteminə düşəndən sonra onun başlayır bütün bədəndə dövriyyəsi. Tək o dövriyyə limfalarda dayanmır. Qan dövriyyəsi ilə baş beyinə də verir metastaz. İnsan baş beyni də zədələnir, qaraciyər zədələnir, digər orqanlar zədələnir. Məsəl üçün, mənim bir xəstəmdə, onda da o dediyim xəstələrdən biri idi, zədələnməyən orqanı yox idi. Biz onu müayinə eləyəndə insanın elə bir orqanı yox idi ki, orada zədə olmasın. Bütün orqanlar zədələnmişdi. Bəs bunları siz artıq müayinədən sonra biləndə prosedurdan nə qədər vaxt keçmişdir?
Bir xəstədə deyim sizə 1 il keçmişdi. Xəstə hamilə olmuşdu. Hamiləlik müayinəsi zamanı gedəndə ginekoloq aşkarlamışdı onu. Bu sualı vermə səbəbim başqa idi. O vaxtı dediyim hardasa 20 ildən çoxdur. Mənim anam da bu pasientlərdən biri olub ki, hansı ki ev şəraitində xalını yandırıb. Ona görə bu sualı vermək istədim ki, nə qədər müddət sonra bilinir. Düzdür, ondan sonra fərqli-fərqli müayinələrdən indi keçir, amma ki, yəni heç ağlımıza belə gəlməyib ki, belə bir şey ola bilər. Amma uşaq idi. Bəlkə də 25 ildən çox olar ki, yəni bunu eləmişdi, amma şükür Allaha, yəni heç bir problem 25 çıxmayıb. ildə bir şey olmursa bir şey olmaz. 25 il çox uzun müddətdir. Yəni onu belə asan bilməyin. 25 il bir insan həyatının demək olar ki, bütün bədənini yenilənən dövrü gəlir keçər. 25 ildə bir şey olmayıbsa olmaz. İnşallah olmaz. Bir səhv idi elədi. Önəmli olan nədir? Diaqnoz vaxtında düzgün qoyulması. Diaqnoz qoyulandan sonra, məsəl üçün, adi papillomalar. Diaqnozunuz var 50-də bilirsiniz ki, adi papillomadır. Nə ilə istəyirsiniz onu yandıra bilərsiniz. Özünüz yox. Yenə də ev şəraitində bir insanın bu dünyaya gələndə ən dəyərli hissəsi onun özüdür. Yəni sən özünə necə qıyıb ev şəraitində nəsə eləyə bilərsən. Yəni biraz bu məntiq mənə çox çətin gəlir ki, sən o riski necə ala bilərsən? Necə olur ki, məsəl üçün saçın üçün salona gedirsən, gözün üçün nə bilim ustaya gedirsən, amma canın üçün evdə nəsə eləyirsən. Biraz məntiqsiz bir şeylərdir. Yəni bunlar bədənlə zarafat eləməyə dəyməz, sənə çox aqressiv cavab verər. Xallar onların içində insana ən aqressiv cavab verənidir. Yəni xallarla oynamaq həqiqətən də çox ciddi bir şeydir. O vaxtda insanların çoxsunun üzündə belə qəribə rəngdə ət xalı kimi də deyil, amma biraz çıxıntı kimi bir xallar var idi. Yəni mənim məsələn mamamdakı xal da elə idi, burnunun yanındaydı, elə qatlalanan yerdəydi. Çox da belə deyim tünd idi, belə bir şey deyildi, amma nədənsə bilmirəm, mamam bir gün belə bir qərar verdi, belə bir şey elədi. Xalım olmadı. Düzdür, şükür Allah bir şey olmadı, amma ki yenə də, yəni onlar görünüş olaraq mı fərqlənir və yaxud bəs belə gözə çirkin görsənən hallarda risk ehtimalı çoxdur. Risk ehtimalı elə bizim hətta belə bir tibbdə belə bir şey var. Çirkin ördək balası deyilir buna. Çox xalı olan adamların xallarının içindən biri hansısa özünü bir qəribə bir necə demişsə, qəribə bir aparması olur da. Xal o birislərdən fərqli böyüyür. Xalq o birislərdən fərqli rəngləri çaları olur. Rəng çaları çox önəmlidir xallarda. O xalda bir rəngdən 2-3 rəngə keçmə ehtimalı gözlə görünür. Düzdür, bunların diaqnozu təbii ki, dermatoskopla qoyulur, diqqətlə baxılır, anamnez toplanılır, bunlar öz yerində. Amma birinci müayinə insanın özündəndir. Adam bugün görürsən ki, məsəl üçün, mənim ayağımda xal dünən yox idi. Lap başım çox qarışıq oldu. Bir ay qabağa mənim xalım yox idi. Okey, həmin xalı çəkirsiniz şəklini. Hamının evində xəkkeş var. Xəkkeşi qoyursunuz xalın yanına, bir dənə telefonla şəklini çəkirsiniz. Bir ay sonra eyni xəkkeşi qoyub eyni şəkli çəkirsiniz. Əgər o xal dəyişməyibsə, heç nə olmayıbsa, ay özünüzü çek eləyin. Yəni özünüzü müayinə eləməklə insan birinci özünə baxmalıdır. Özünün müayinəsini insanın bircə dəqiqə gün ərzində 1 dəqiqə vaxtını aparır xallar müayinəsi. Bunları eləyən vaxtda özünüz o dediyiniz özünü pis aparan, o xalların içində fərqli görünən, onu insan özü görür. Özü görəndən sonra mütləq bir həkimə müraciət eləyir. Həkimlərimizin indi dermatoloqlarımızın demək olar ki, əksəriyyətində dermatoskop var. Onlar ondan baxır, sizi rahatlayır. Deyir, yox, burada qorxulu bir şey yoxdur. Gediniz, məsəl üçün ildə bir dəfə yoxlanın. Amma yox, baxan vaxtda gördü ki, yox, hüceyrə quruluşu xoşuna gəlmir. Öz quruluşu xoşuna gəlmir. Kənarları xoşuna gəlmir. Lokalizasiyası yaxşıdır. Bax, onda artıq o həyəcan təbili çalınmalıdır. Bəs hər hansısa dəridə zədələnmə sonrası əmələ gələn ləkə olsun, xala çevrilmə olsun, yəni insanlar bunu necə anlamalıdır və dərhal həkimə getməlidirmi, yoxsa bu bədənin normal reaksiyasıdır? Posttravmatik ləkələr normal reaksiyadır. Posttravmatik ləkələrdən əgər yanıq deyilsə, posttravmatik ləkələr daimi bir yerə eyni bir şey olunmursa, məsəl üçün bizim pasientlərdə, o da mənim bir xəstəmdə olmuşdu. Ana hirslənmişdi, uşağı dişləmişdi qoluna və həmin yerdə dermatofibrosarkom əmələ gəlmişdi. Adam o qədər bərk dişləyib ki, həmin yeri əzələ quruluşunu zədələyib. O əzələ quruluşundan da əmələ gəlmişdi, amma
Uşaqda həmin yerdə çapıq olmuşdu. O çapığa fikir verməmişdilər. 19 yaşında aşkarlandı o. Düzdür, onun qarşısı alındı, əməliyyat olundu, hamısı da yaxşıdır, düzəldi, getdi. Yəni dermatofibroz sarkoma qorxuludur, amma o qədər də melanoma qədər aqressiv bir törəmə deyil. Yəni travmalar çox önəmlidir. Amma hər travmadan melanoma əmələ gələrmi? Hər travmadan xərçəng olarmı? Belə bir şey yoxdur. Ona görə soruşdum ki, məsələn, məndə zədə sonrası ləkələr çox əmələ gəlir. Onu da sonradan fikir vermişəm. Məsələn, uşaqlıqda alnım dəyib, yəni müvəqqəti xırda ya heç deyim ki, güclü bir yara oldu, çapıq oldu, yox, heç nə olmadı. Amma müəyyən vaxt sonra ləkə əmələ gəldi. Bir müddət yüngül rəngi tündləşdi, amma sonradan yəni eyni qaydada indiyənə qədər də qalıb. İllər sonra fikir verdim və bədənimdə xal olmadığına görə, ləkə olmadığına görə özümə də maraqlı gəldi ki, bu hardan əmələ gəldi? Bu əvvəlcədən olmadı. Şəkillərdən falan baxdım ki, uşaqlıqda olubmu, olmayıbmı? Sonradan yadıma düşdü bu ki, bu zədə sonrası olub. Düzdür, o qədər də narahat olmadım. Deyim ki, narahat olum. Dedim ki, yəni heç bir dəyişiklik yoxdur, heç bir problem yoxdur. Amma yenə də belə bir hal baş verdikdə həkimə müraciət eləmək vacibdirmi? Posttravmatik ləkələrin bir problemi çıxmasın. Ən azından posttravmatik ləkələr ümumiyyətcə nə xoşxasiyyət, nə bədxasiyyət dəri törəmələri qrupunda deyil. Bu adi dərinin pigmentasiya pozğunluğudur. Bunlardan nə isə əmələ gəlməyini mən görməmişəm. Amma həmin yerdə xal olub, onu yıxılmısınız, xal qopub, onun yerində belə pigment əmələ gəlib, onu belə nəzarət eləmək olar. Yəni ondan o həyəcan təbili çalacaq bir şey deyil. Elə bayaq bildirdiniz ki, ev şəraitində yoxlanmalar ola bilər. Bunu araşdırarkən qarşıma ABCD qaydası çıxdı. Bu barədə biraz məlumat verə bilərsiniz? Yəni bu nə deməkdir? ABCDE qaydası çox vacib bir qaydadır. Orada ingilis sözlərinin ilk hərfləridir. Yəni A hərfi asimetriya. Xalın birinci önəmlisi onun asimetrik olmasıdır. Yəni kənarlarından özünün ölçüsünün bir xalın ortadan xəyali xətt çəkəndə onlar eyni simmetrik olmalıdır. Əgər asimetriya varsa, o artıq problem çıxara bilər. İkinci dediyimiz B olan hissəsi o onun sərhədləridir. Sərhədləri kələkötür olmamalıdır. Sərhədləri düz olmalıdır. C dediyimiz rəng. Rəng xalın bir rəngi olar. Xalın olar qəhvəyi rəngi, ya açıq qəhvəyi rəngi, bu tonlarda ola bilər. Amma bir xalda 2-3 rəng artıq içində varsa, onu yenə deyirəm, bunlar hamısı gözlə görünür. Amma makroskopik, dermatoskopik görüntüdə bunlar hamısı belə xəritə şəklində çıxır insanın qabağına. Üçüncü inkişafı. Nə vaxt başlayıb, necə başlayıb, nədən sonra inkişaf eləyib və inkişaf tezliyi. Melanomaların inkişafı çox sürətli olur. Bir xəstə gəlib, bir pasiyent bizə deyə bilməz ki, mənim buramda melanoma var və bu melanoma məndə 10 ildir var. Bu anamnezdə 10 ildir var sözü olursa, deməli bu melanoma deyil. Artıq melanoma fikrimizdən çıxır. Yox, 6 ay ərzində bu belə böyüdümü, 1 il ərzində böyüdümü, 2 ildir məndə var fikir vermirəm. Bu anamnez önəmli faktorudur. Yəni böyüməsi, o Y olan evolution dediyimiz o böyümə əsas faktorlardandır. Ona görə də belə bir 3 hərfli bir sistem düzəldiblər və adətən bu 3 hərfli sistemi pasientlərə evdə məsləhət kimi biz veririk ki, bu 5 hərfi yadınızda saxlayın. Birinci asimetriyasına baxırsınız, kənarlarına baxırsınız, rənginə baxırsınız, diametrinə baxırsınız və böyümə tezliyinə baxırsınız. Bu faktorlar əgər sizin xalınızda hər hansı bir üçü varsa, artıq mütləq həkimə getmək lazımdır. Bilirsiniz, insanın birinci çıxartmalısan, sistemdən birinci melanomanı qırağa qoymalısan. Hər hansı bir törəmə olur olsun, biz birinci melanomanı qoyuruq qırağa ki, bu melanoma deyil, o birisilər də rahat biz işimizi görəcəyik. Yox, görsək melanomadır, yenə də erkən aşkarlayıb çox da yaxşı nəticələr əldə eləmək olur. Məskənə xanım, insanlar ildə dəri və xallarını neçə dəfə müayinə etməlidirlər və bu müayinə necə baş verir? İnsanlar əgər anamnezində melanoma tarixçəsi yoxdursa, çoxlu xalları yoxdursa, travması olmayıbsa, yəni elə bir kritik bir vəziyyəti yoxdursa, ildə bir dəfə xalların müayinəsi kifayət edir. Amma xəstənin anamnezində melanoma tarixçəsi varsa,
Bu xəstələrə biz travma almasa belə bunların övladlarına, özlərinə, çünki bilirik ki, melanoma özü genetik mutasiyalı bir xəstəlikdir. Onun artıq genetik mutasiyası aşkarlanıb. Son illərdə mutasiyalarla bağlı çox böyük işlər görüldüyünə görə melanomanın özünün belə mutasiyası olduğuna görə, bu genetik olduğuna görə bir melanoma olan xəstənin biz demək olar ki, bütün ailəsini yoxlamalıyıq. Çünki ailədə o genin mutasiyası BRAF geni deyilir. O genin mutasiyası hansısa bir ailə üzvünün fərdində çıxa bilər. Yəni xalsız insan yoxdur. Dünyada xalsız insan yoxdur. O mümkün deyil. Evlənəndə müəyyən analizlər verilir. Bəs bu analiz onlara daxildir, yoxsa bu yoxlanılmır? Yox, bu analiz insanların özlərini şəxsi inisiativi ilə olan bir analizdir. Dövlət proqramında evlənənlərin genetik mutasiyaları yoxlanılmaz. Bunlar insanın özü ailə ağacına baxır, ailəsinə baxır, anamnezindən özü tək bir melanoma mutasiyası deyil ki, demək olar ki, süd vəzi xərçəngi mutasiyaları, mədə-altı vəz, bağırsaq, bunların hamısının özünün mutasiyaları var. Yəni hər hansı bir insanın ailəsində bunu yaşamış bir adam olarsa, bu mutasiyaları verir və ildə bir dəfə yoxlanmalıdır. Bəs melanoma diaqnozu qoyulan insan həyatında ilk növbədə nəyi dəyişməlidir? Həyat tərzi. Məsələn, Həyat tərzini günəşlənməməlidir. Günəş qəti olmaz bu insanlara. Sonra daimi yoxlanmalıdır. Biz ilk 5 ildə bu xəstələri demək olar ki, hər 3 aydan bir yoxlayırıq. Bir də ən əsası həmin nahiyəyə özü çox diqqətli yanaşmalıdır. Günəşdən, travmadan qorunmalıdır. Bir də çalışmalıdır, o deyir, xəstələnməsin, immuniteti də həmişə yüksək tutmalıdır. insanlar çox vaxt düşünür ki, xərçəngdirsə, deməli kimyoterapiya olmalıdır. Bəs melanomanın müalicəsi varmı və erkəndən üstünə düşsələr, yəni tam sağalması mümkündür? Çox qəribə paradoksdur melanoma. Melanoma çox aqressiv xərçəngdir. Amma bir dənə də yaxşı bir şey var ki, vaxtında üstünə aşkarlanan melanoma demək olar ki, ən tam müalicəsi ola biləcək bir dəri xərçəngidir. Melanoma nə qədər aqressivdirsə, onun müalicəsi bir o qədər qənaətbəxş olur. Yəni erkən aşkarlanan bax bu melanomanın mən deyərdim ki, %95 müalicəsi var. Bu müalicələr dediyim bayaq ki, genetik mutasiyalar aşkarlanandan sonra bunlara target müalicələr deyirlər. Hədəfə doğru hədəflənmiş müalicələrdir. İmmunoterapiyalardır. Demək olar ki, hər gün yeni bir immunoterapiya dərmanları istehsal olunur. Onlarla müalicəsi melanomanın demək olar ki, erkən mərhələ melanomalardan danışırıq. Erkən mərhələ melanomalarının demək olar 95% xəstələrimiz sağalır. Bəs aşkar olunması gecikdiriləndə nə olur? Aşkarlanma geciktiriləndə məsəl üçün 3-cü, 4-cü mərhələlər deyilir. Burada artıq protokol dəyişir. Burada 3-cü, 4-cü mərhələdə cərrahi əməliyyat ola bilər, immunoterapiya oluna bilər və bu immunoterapiya uzun müddət olunur. 1 ay, 2 ay müalicə deyil. 1 il ərzində bu müalicələr olunur və immunoterapiyanın da vaxtında başlanılması, yenə də deyirəm, ən önəmlisi vaxtında aşkarlanıb vaxtında başlanmasıdır. Çünki immunoterapiya belə bir müalicə deyil ki, bu gün verdim, sabah yaxşı oldum. Bu bədəndə yığılmalıdır, təsiri olmalıdır. Ona görə də yenə deyirəm, daxili orqanları insan bilməyə bilər. Amma dəri belə bir şeydir ki, onu gözlə görüb, müayinə eləyib vaxtında üstünə düşmək olur. Və qəribədir, %100 vaxtında aşkarlanır. Məsəl üçün, mənim bir pasiyentimin melanoması 2 millimetr idi. Yəni 2 millimetr melanoma aşkarlanır, biopsiya götürülür, eksizyon olunur. Göndərilir, cavab gəlir, melanoma, amma xəstəyə heç nə eləmir. Niyə? Çünki adamın canı bundan qurtardı. Götürüldü, təmiz götürüldü, biopsiya diaqnozu gəldi ki, hər şey normaldır və bitdi. Müalicə burada bitir. Hər 3 aydan bir yoxlanır xəstə, 5 il ərzindən sonra delisiz sağ. Bəs bu xəstəliyin ölüm riski neçə faizdir? Belə bir statistika varmı? Bu xəstəliyin statistikası var. Melanoma özü çox geniş araşdırılan, onkologiyada çox geniş araşdırılan mövzudur və hər ildən ilə bu statistikalar artır. Buna ölüm sayı da melanomada yüksəkdir. Amma 3-cü, 4-cü mərhələlərdə olanda. 1-ci, 2-ci mərhələdə ölüm sayı azalır. Amma irəli mərhələlərdə, gecikmiş mərhələlərdə demək olar ki, ölüm sayı çoxdur.
Günel xanım, bildiyim qədər, melanomanın ölüm riskini azaltmaq üçün fərqli texnologiyalar var. Onlardan birinə də süni intellekti daxil eləyiblər. Bəs bu daha, erkən və daha ətraflı diaqnoz qoymaq üçündürmü, yoxsa həkimlərin işini asanlaşdırmaq üçün? Əslində, heç bir süni intellekt həkimin işini əvəz eləyə bilməz. Amma həkimin çox güclü silahındır. Elə vəziyyətlər olur ki, gündəlik praktikalar, o süni intellekt bizə həqiqətən də çox kömək eləyir. Düzgün süni intellektdən istifadə edəndə bizim, demək olar ki, ən böyük yardımcımız olur da. Elementarna son dövrlərin ən belə gözəl aparatı var, Photofinder. Photofinderdə həkimin gözündən qaça biləcək halları belə aparatın gözündən qaçmır. Yəni bir həkim yorula bilər. Bir insanın, mənim bir pasiyentim var idi, 250 dənə xalı var idi. Mən o 250 xalı əl dermatoskopu ilə baxa bilmərəm. Yəni bu fiziki mümkün deyil. Birinə baxaram, birini unudaram. Nə qədər də yazdım, qoydum, belə var, onu belə unudaram. Amma bu Photofinder sistemi belədir ki, o 250 xalın demək olar ki, 250-sini də çəkir. 250-sinə də baxır və xəstə növbəti müayinəyə gələndə o növbəti müayinədə birinci şəkillər və ikinci şəkillər onu belə süni intellekt özü sənə göstərir və özü göstərir ki, bax bu xal var idi, bu yox idi. Bu xal böyüyüb, bu yerində qalıb. Məsəl üçün, ümumiyyətcə, mənim elə pasiyentim olub ki, 1 il fərqlə adamda 10 dənə təzə xal çıxıb. Və 10 xalın da içindən 3-ü displastik neus gəldi. O displastik neusu bizə ancaq biopsiya verir cavabını. Biz ona baxırıq, biz onu şübhələnirik və aparatın özündə var, o şübhə diapazonu var. O şübhə diapazonu ilə biz onu göndəririk biopsiyaya, çünki %100 diaqnozu bizə biopsiya deyir. Biz dermatoskopla da baxsaq, biz Photofinderlə də ona baxsaq, son diaqnoz bizə biopsiya verir. Biopsiyadan cavab gəldi ki, həmin o 10 təzə əmələ gələn xalın ikisi displastik nevusdur. Displastik nevus nə deməkdir? Displastik nevus deməli melanomanın bir addımıdır. O nə vaxt melanomaya çevriləcək, biz onu bilmirik. Biz onun kontrolunu da bilmirik. Amma bir pasiyentin displastik nevusla əməliyyatı demək olar ki, həmin o pasiyenti həyatını qurtarmaqdır. Yəni süni intellekt, Photofinder bizə bir insanın həyatını qurtardı. Bir insanın həyatını qurtarmaq asan bir şey deyil. Yəni adamı maddi əziyyətdən canını qurtardı, mənəvi əziyyətdən canını qurtardı, stressdən canını qurtardı. Gününün 30 dəqiqəsini ayırmaqla. 30 dəqiqə ayırdı, xalları çəkildi. Bir il sonra gəldi, eyni 30 dəqiqəsini ayırdı, çəkildi. Əmələ gələn xallar baxıldı, götürüldü. Adama deyildi ki, canı qurtardı. Bəs, dermoskopiya ilə, hər şübhəli xalın, xərçəng olub-olmadığını dəqiq bilmək mümkündürmü? %30 mümkündür. Dermatoskopiyanın xüsusi görüntüləri var ki, o görüntülərlə biz artıq şübhələnirik. Şübhələndiyimiz də hər bir xaldan biz biopsiya alırıq. Xaldan biopsiya götürmürük. Xalın özünü eksiziya eləyirik. Həmin götürülən material gedir əkilməyə. Dermatoskopiya nəyə görə bizə çox kömək eləyir? Lazımsız biopsiyaların qarşısını alır. Biz dermatoskopiya ilə baxanda şübhələndiyimiz hər bir törəməni göndəririk əkilməyə. Biopsiya çox önəmli vasitədir. Dermatoskopiya ilə şübhələnirik, biopsiya ilə təsdiqləyirik, sonrasını müalicəni düşünürük. Dəri törəmələrinin ümumiyyətcə ən önəmlisi onun diaqnozunun qoyulmasıdır. Diaqnoz qoyulandan sonra onun müalicəsini artıq etap-etap həll olunur. Amma diaqnozunda biz səhvlik eləsək, çox böyük fəsadlara gəlib çıxır. Bəs sizcə insanlar ən çox hansı səbəbdən dəri müayinəsini gecikdirir? Bilirsiniz niyə gecikdirir? Dəri xəstəlikləri, dərinin melanoması ağrımır. Bizdə pasiyentlərin ən önəmli həkimə getmək simptomu ağrıdır. Ağrıdım, gəldim. Ağrıdım, getdim. Ağrıdım, həkim axtardım. Amma melanoma çox səssiz gedən bir törəmədir. Ümumiyyətcə, dəri xərçənginin özü çox səssiz gedir. Heç yer ağrımaz, yara böyüyə-böyüyə durar, gözü görər, amma həkimə getməz. Son olaraq insanlar öz dərilərində hansı dəyişikliklərə diqqət etməlidirlər? Hansı dəyişikliklər? Mən pasiyentlərimə həmişə deyirəm, güzgünün qabağında durun. Güzgünün qabağında öz dərinizə baxın. İnsanın ən böyük orqanı dəridir. Dəri ən böyük orqan və ən çox fəsad görən orqandır. Çünki bizim qalxanımız dəridir, bizi qoruyan dəridir. Ona gün ərzində bircə dəqiqə, 60 saniyə vaxt ayırıb bütün xallara baxmaq lazımdır. Şəklini çəkmək lazımdır.
Xallarımızı adi fəkkeş, bayaq dediyim kimi, fəkkeşi xalın yanına qoyursunuz, şəklini çəkirsiniz. Ayda bir təkrarlayırsınız. Yəni bu sizin ümumiyyətcə elə bir çox vaxtınızı alan bir şey deyil. İkinci, SPF-i deyərdim çox istifadə eləsinlər. SPF kosmetik vasitə deyil. SPF dərinin qoruyucu kremidir. Yəni bu müalicəvi deməyək də profilaktik bir kremdir. SPF-i tək üzə çəkməklə olmur. SPF-i əllərimizə də çəkməliyik. SPF gün düşən hər yerə çəkilməlidir. Günün altında, günün müəyyən saatlarında, məsəl üçün saat 10 və saat 16:00 arası qəti günəş vannası deyirik də. O günəş vannası deyil. O günəşin ziyanlı işıqlarını qəbul eləməkdir. O bizim niyə görə indi melanoma və dəri xərçəngi artıb? İndi çimərliyə 1 saat 4-də 5-də gedəndə artıq hamı evə gedir. Bax bundan bütün problemlər çıxır. Səhər saat 6-dan saat 10-a qədər insan günəş vannası qəbul eləyə bilər. Axşam saat 16:00-dan və gecəyə qədər nə vaxt istəyir gələ bilər. Amma saat 10 və 16:00 arası qəti günəşlənmək olmaz. Günün altında gedim uzanım, birinci qızarım, mən həmişə qızarıram, sonra qaralıram. Bu o deməkdir ki, dəri demək olar ki, sənin üstünə qışqırır ki, mən niyə bu günə qoysam? Amma biz ona fikir vermirik ki, həmişə belə olur. Onun içindən yaranan pigmentlər, o aqressiyanın nəticəsində yaranan pigmentlər çox aqressiv davranır. Biz bronzlaşma demişkən, həmin zamanda istifadə olunan yağlar SPF tərkiblidirsə və SPF-ın qorunur, yəni ən azından Mümkün deyil. yenə də Mümkün deyil. qaçılmaz. Saat 10-dan 4 arası səni heç bir SPF qoruyanmaz. Sən o SPF vannasına girsən belə qoruyanmaz. Yəni o SPF səni. Saat 10-dan 4 arası qəti. Günün altına çıxmaq qəti olmaz. Kölgədə oturarsan, yenə də qaralasın. Yəni o bilirsiniz, bu çəkiliş üçün demirəm də, ümumiyyətcə dərinin qaralmağı sümük iliyinə də təsir edir. Solariylə bronzlaşmanı keçən il, səhv eləmirəmsə, Ümumdünya Səhiyyə Təşkilatı solari ilə qaralmanı ümumi kanserogen qəbul elədi. Rəsmi qəbul olundu ki, insanın solaridə qaralmağı onun bir nömrəli kanserogen faktorudur. Dəri təbii ki, birinci dəridir, amma ondan sonra solarinin özünün insanın sümük iliyinə təsirindən yaranan kanserogen faktorları var. Yəni bilirsiniz necədir? Xərçəng bu gün oldu, səhər üzə çıxan bir şey deyil. Xərçəng illərin toplantısından əmələ gələndir. Niyə bu dəqiqə çoxdur? Düzgün həyat tərzi yoxdur ona görə. Günəşlə zarafat eləyirik, solari ilə necə gəldi istifadə eləyirik. Məsəl üçün indi qadınların ən çox sevimli proseduraları dırnaq proseduralarıdır, əl dırnağı, ayaq dırnağıdır. Mən həmişə deyirəm, gedəndə birinci sökülsün, baxılsın, dırnaq mayası təmizdirmi? Ondan sonra üstünə eləyə bilərsiniz o elədiklərinizi. Amma o da 2025-in sentyabrından Avropada ümumiyyətcə o lakların tərkibində olan o müəyyən vasitələr var ki, onlar belə kanserogen sayıldı. Plus gedəndə mütləq 15 dəqiqə qabaq SPF əllərinizə çəkilməlidir dəriyə. Ondan sonra başlanmalıdır proseduraya. Günel xanım, sonda olaraq dəri baxımı ilə bağlı izləyicilərinizə öz lifehackınızı bölüşün. Öz lifehackım SPF ilk növbədə. Dərinin təmizlənməsi, dəri təmiz olmalıdır. Makyaj etdin, etmədin fərq eləmir. Səhər, axşam dəri təmizlənməlidir. Dəri nəmlənməlidir. Dəri aqressiv faktorlardan qorunmalıdır. Bacardığınız qədər dərinizi qoruyun ki, dəri sizə çox yaxşı münasibət bəsləsin. Dərinin bol-bol maye için su içmək çox önəmlidir. Periodik vitamin D-ni yoxlatdırmaq lazımdır qanda. Çünki qanda vitamin D-nin aşağı-yuxarı sərhədləri dəri problemlərini yaratma ehtimalını yüksəldir. Amma bir dermato-onkoloq kimi əsas sizə tövsiyəm solaridən uzaq durun. Günəşlənmənin normal vaxtında günəşlənin. Mən demirəm ki, günəşə çıxmayın, ay qaralmayın, mümkün deyil. Bizim demək olar ki, xanımlarımızın, yeni gələn xanımlarımızın demək olar ki, ən gözəl saydıqları qaralmaqdır. Amma bir dənə onu da demək istəyirəm ki, dəri qaralanda dəri sizə artıq siqnal verir ki, məni zədələdin. Yəni sən məni zədələdin, sən mənə pislik elədin. Yəni ona görə biraz dəriyə çox fikir vermək lazımdır. Təmizliyi olmalıdır, dəri qorunmalıdır, travmadan uzaq olmalıdır. Hər hansı bir dəyişiklik olanda da
dermatoloqa getməlidir. Yəni bu önəmlidir. Günel xanım, çox sağ olun. Çox maraqlı və çox ətraflı izah elədiniz. Çoxlarımızın bilmədiyi şeyləri bizə izah elədiniz. Əslində yanlış gördüyümüz bir şeyləri biz bəzi şeyləri gözəllik olaraq qəbul eləyirdik, amma sən demə bu təhlükəli bir şeymiş. Çox sağ olun bir daha. Xoş oldu. Mən həmişə onu deyirəm ki, gözəllik önəmlidir, amma sağlamlıq ondan da önəmlidir. Bir sağlam bədəndə, bir sağlam dəridə həmişə gözəl ruh olur. O gözəl ruh da insana gözəllik verir. Yəni vaxtında sağlamlığın qədrini bilmək lazımdır. Erkən diaqnostika bu adi sloqan deyil. Erkən diaqnostika həyat qurtarır. Erkən vaxtında müayinə olunub, müalicəyə başlananda demək olar ki, bütün xəstəliklərin müalicəsi var. Erkən diaqnostika bunu 100 yerə yazmışam.